Professorlar ve değerli müəllimlər, hər birinizi Sumqayıt Poeziya kitab evində keçirilən bu əlamətlər tədbirində səmimi qəlbdən salamlayır və sizi burada görməkdən böyük məmnunluğumuzu bildiririk. Bugünkü görüşümüz hər biriniz üçün yadda qalan və faydalı olacağına inanırıq. Xoş gəldiniz. Azərbaycanın haqq savaşında canından keçən şəhadət zirvəsinə ucalan qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Allah rəhmət eləsin. İndi isə Azərbaycan dövlət himni Azərbaycan muğam sənətinin dəstgahlarından biri olan Bayatı Şiraz muğamı barəsində bəhs edilir. Burada sözügedən muğamın tarixi, mənşəyi, bir dəstgah kimi formalaşmış və müasir dövrdə Bayatı Şiraz adı altında dəstgah olaraq təbliğ edilib araşdırılmışdır. Eyni zamanda Bayatı İsfahan, Bayatı Şiraz muğamları qarşılıqlı şəkildə müqayisə edilmişdir. Elmi monografiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Lakin bununla yanaşı, etnomusikişünaslar, musiqişünaslar, bəstəkarlar, muğam ifaçıları, ali və orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələri də istifadə edə bilirlər. Bayatı Şiraz kitabı 4 vəsit 176 səhifədən ibarətdir. Kitabda Üzeyir Hacıbəylinin əl yazmalarından ibarət rəsmlər də yer almışdır. Kitabın elmi redaktor və ön sözün müəllifi sənətşünaslıq elmləri doktor
Professor Abbasqulu Nəcəfzadə, son sözün müəllifi, pedagogika elmləri doktoru Professor Fərahim Sadıqovdur. Rəyicilər, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Professor Akif Quliyev, xalq artisti Professor Vamid Məmmədəliyev və xalq artisti Professor Ağasəliyev Abdullayevdir. Bayatı-Şiraz Dəzgahı adlı monoqrafik üslubda yazılmış kitab 4 fəsildən ibarətdir. Birinci fəsildə muğamın yaranması, inkişaf mərhələləri haqqında geniş məlumatlar verilmişdir. İkinci fəsildə müəllif tərəfindən Bayat-İsfahan, Bayatı-Şiraz muğamları əsasında həm cədvəl şəklində, həm də Bayatı-Şiraz Dəzgahı 145 not nümunəsi şəklində çox dəyərli müqayisələrlə, təhlillərlə verilmişdir. Bu müqayisələrin hər birinin musiqişünaslıq tariximizin zənginləşdirən amillərdən biri kimi dəyərləndirmək olar. Üçüncü fəsildə müxtəlif ustad, muğam ifaçıları Bayatı-Şiraz haqqında fikirlərini tədqiqata cəlb etmişdir. Bu fəsildə ustad ifaçılarımızın Bayatı-Şiraz muğamının fərqli şəkildə danışması, araşdırması nəticəsində çox yaxşı təsir bağışlayır. Sonuncu fəsil, yəni 4-cü fəsildə isə Azərbaycan bəstəkarlarının yaradıcılığında Bayatı-Şiraz muğamının yeri, rolu və əhəmiyyəti barədə mühakimələr götürür. Təsadüfi deyil ki, 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamları UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur və 2008-ci ildə nəhayət Azərbaycan muğamları UNESCO tərəfindən qəbul edilərək bəşəriyyətin qeyri-maddi irsi inciləri siyasında daxil olunur. Bu tarixi hadisə muğamlarımızın dünya mədəniyyətindəki tutduğu mövqeyinin əyani sübutudur. Əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə şifahi şəkildə ötürülən muğamlar zamanəmizə qədər uzaq yol qət etmişdir. Bu keşməkeşli dövrdə muğamların müxtəlif səmtdə inkişaf edərək formalaşması sözsüz ki, danılmaz faktdır. Müasir dövrümüzdə muğam sənətinin inkişafı dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. UNESCO-nun və SOSCA-nın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən bu nəcib, muğamın qorunması inkişafı beynəlxalq miqyasda tanıdılması böyük töhfədir. Bəli, bu alqışlanmalı bir töhfədir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Əkləmoğlu Tağıyev dövrün mətbuatında bir sıra samballı elmi məqalələrlə çıxış edərək gənc sənətşünas alimlərimizdən biridir. Onun indiyədək muğamşünaslığın müxtəlif məsələ və problemlərinə dair 12 elmi məqaləsi Bayram Cəfərliyə verilir. Mən Abşeron Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi kimi iştirak edirəm. Ona görə də Abşeron Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Müəllim Rəhimovun başda olmaqla idarəmizin bütün əməkdaşlarının adından qonaqlara və bütün iştirakçılara salam deyirəm və uğur şəxslər iştirak edir. Elə şəxslər iştirak edir ki, onların hər birinin hər hansı bir tədbirdə iştirakı o tədbiri görkəmli, rövnəqli, yadda qalan bir tədbir olmağına qarantiya kimi göstərilə bilər. Həmin şəxslərin hər birinin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında öz imzaları var, öz sözləri, öz yeri var. Buna görə də mən bu şəxslərin burada iştirakına görə şəxsən çox sevinirəm və onlarla fəxr edirəm və əminəm ki, həmin şəxslərin burada iştirakı mədəniyyətə verilən qiymətdən əlavə bu öz yerində həm də müəllif Ruslan müəllimin şəxsi əlaqələrinin nəticəsidir və buna görə də Ruslan müəllimə də öz təşəkkürümü bildirirəm. Belə bir şəxsiyyətlərin Sumqayıtda hər saat tək yox, belə bir neçə nəfərin iştirakı Bakıda çox tez-tez olur, amma Sumqayıtda çox da tez-tez olmur. Yəni, nadir hadisələrdən biridir. Ona görə də hamımızdan xahiş edərdiniz ki, qonaqlarımızı alqışlayaq.
və bir daha qonaqlara və hər birinizə təşəkkürümü bildirirəm və Ruslan müəllimə bütün gördüyü işlərdə uğur arzulayıram. Var olun. Abbasqulu Necəfzadə, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru. Buyurun. Teşekkür edirəm mənə söz verdiyinizə görə. Ruslan Tağıyev, mən hələ bir müddət Sumqayıtda işləmişəm, yəni mən özüm də Sumqayıt Musiqi Texnikumunu bitirmişəm. Elə həmin ildən də orada dərslidim. Ruslan'a o vaxtdan yəni tanıyıram, o necə tələbkar olduğundan həmişə axtarışdaydı. Yəni dərsi keçək, hər hansı bir mövzunu keçəndə bir 10 dəfə sual verirdik. Mənim, bəs filan şey nətərdir? Mənim filan şey... Mən onda dedim ki, hə, onun gələcəyi var. Çünki axtarışdadır. Ondan sonra da oldu, Milli Konservatoriyada da onun müzakirələri oldu, kişinin müzakirələri olurdu və orada da bəzən toqquşurdu. Özdə alim gərək elə olsun da, sözlü desin, səhv də desə, cavabını alanacan, Ruslanla da müzakirələrdə dedim, bax Ruslan bunu səhv yazmışsın. Dedi, yox mənim, siz səhv bilirsiniz. Mənə deyildi, siz səhv bilirsiniz. Deyirəm ki, yanında da Qobusnamədən, nə bilim, orada muğamları yazmışdı, 8 dənə muğam, o bir dənə yerdə gedir 8 dənə, amma bütün kitabı oxuyanda görürsən ki, 12-13 dənə muğamın adı çəkilir. Deyirəm, oxumuşsan, deyir, dəfələrlə oxumuşam. Deyirəm, axı, orada filan muğamı, yoxdur mənim. Dedim, yox, mən bildiyim belədir. Sonra gəlir də evdən zəng edirdi, ay mənim, sən Allah bağışlayın, deyir. Mən oxuduğum səhifədə 8 dənə arda yazılır muğamların adı. Sonra deyir, baxdım ki, hə. Yəni, elin bunu tələb edir. Edərək işləyəsən, Ruslan da çox... Onun elə bu kitabı oxuyanda bir çox yeniliklər aydın görsənir. Yəni, Üzeyir bəyin ilk muğam proqramı var mən. Biz hamımız bilirik, oxuyuruq, amma bu proqramı mən görməmişdim. Deməli, 1925-ci il mayın 9-unda Üzeyir bəy tərtib edib. Bu da gəhdiridir, mən düşdüm o üstünə ki, deyirəm ki, bunu hamı yazır da, görmüsən, bir yox. Dedim, bəlkə heç elə bir şey yoxdur. Ya, mən gedirəm, yoxdur axı. Oradakı arxivin nömrəsi göstərilir, gedib o arxivdə axtarır. Deyirəm, onda bu sual səni həmişə müdafiə edən veriləcəksən. Əslində mən özüm üçün istəyirəm ki, tapsın, mən də bilirəm. Sonra bir də gördüm, deyirdi ki, getdim filan yerə, oradan göndərdilər filan yerə, mənim tapmışam. Tapmışam, Üzeyir bəyin özü əski əlifbayası, əl yazma var. Və orada da Üzeyir bəy soyadını Hacı Bəyli kimi yazır. Fikir verirsiniz, Üzeyir bəy Hacı Bəyli. Sonra da deyirlər ki, bəziləri deyir ki, özü istəməyib də, özü elə Hacı Bəyli istəyir. Bununla da bağlı o vaxtı çox əksəriyyəti bilir, mən bir məqalə hazırladım. Üzeyir bəyin 31-ci ildə onun bir ləzbi rəqsi vardı, partiturası. Onu da Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələrindən ibarət orkestrin ilk dəfə onu ifa elədi. Rəhmətli Gülaba dirjorluq edirdi. Mənə dedi ki, Abbas oldu, gəl yenə bir ora həm söz verəcək sənə, danışarsan əsər barəsində, həm də mətbuatda məlumat verərsən də. Mən də gəldim, çıxdım, söz verdilər. Dedim, mən Üzeyir bəyi gördüm. Üzeyir bəyin doğum günündəydi. Sentyabrın 18-də. Allah Bayramovanın muzeyində, rəhbərliyə elədiyi muzeydə danışdım. İndi partiturada, elə partitura üçün əsər haqqında danışdım. Üzeyir bəydən danışdım. Deyirəm, mən Üzeyir bəyi görməmişəm, amma sevinirəm ki, Üzeyir bəyin tələbəsi Süleyman Ələsgərovun mən dirjorluq ixtisası üzrə 5 il onun tələbəsi olmuşam. Süleyman mənim hər dərsdə Üzeyir bəydən danışır. Onda da yazır ki, imzasını qoyur və yazır Üzeyir bəy Hacı bəyli. Sonra bir məqalə yazdım, göndərdim. Qobustan jurnalında çap olundu və
Milli Məclisdə müzakirə olundu. 2004-cü ildə Nazirlər Kabineti qərar verdi ki, bundan sonra Üzeyir bəyin soyadı Hacıbəyli kimi. Çünki mən orada elə tək olaraq toxunmamışdım da, geniş yazmışdım. Bir neçə onun imzaları vardı ki, indi internet təsiridir. Əgər Hacıbəyev yazsa, o çıxmayacaq, tapılmayacaq. Yəni Hacıbəyli kimi orada Hacıbəyli kimi deyil. 30'a yaxın bunun imzası ilə yazdığı, Hacıbəyli imzası ilə yazdığını vermişdim və həm də orada belə bir söz yazmışdım ki, indiki dövlətimiz özünü 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edir. Elə deyil. Varisidirsə, Üzeyir bəy o 2 ildə Hacıbəyli soyadını daşıyıb. Deməli, bunun soyadı da varisi də o ildə Hacıbəyli olursa, indi də Hacıbəyli kimi. Bax, bu sözü tutub şeylədilər, qərar verdilər. Yəni 2004-də. Ruslan da bütün o həmin o Üzeyir bəyin ki, o əl yazmasına istinad edir. Biz indi o sonra mənə də verdi, mən də ondan istifadə edirəm. O ki, qaldı Bayışırazla bağlı. Bayışırazla bağlı bizim Vamik müəllimlə bir Muğam adlı bizim həmin kitabın, sizin kitabı Bayışıraz dəstgahı kitabının sonunda deməli, bizim gözəl alimimiz Fərahim Sadıqov son sözü yazıb, ön sözü mən yazmışam, mən oxudum onun son sözündə o kitabın üzərindəki Xudafərin körpüsünə işarə edir ki, Ruslan yəni deyir, nə gözəl ki onu verib, yəni iki Azərbaycanı birləşdirib bu rəsimdən. Həqiqətən də elədir, yəni Ruslan əgər ancaq Azərbaycan ərazisində araşdırma aparsaydı, Bayışıraz Muğamı, o da yarımçıq görsənəcəkdi. Onun ədəbiyyat siyasına baxanda gördük ki, nə qədər. Yəni, o taylı, bu taylı Azərbaycan vahid halda götürülmədi. Tək musiqidə deyil. Mümkün deyil ki, sən tutaq ki, elmin bir sahəsindən yazırsan, ancaq Quzey Azərbaycanda olan mənbələri istifadə edəsən. Onlar da orada tədqiqat aparanda mütləq gərək vahid halda götürsün. Ruslan da buna vahid halda yanaşıb. Çox sağ olun, diqqətinizə görə təbrik edirəm. Söz verilir, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Maya Qafarovaya. Mən də hamını salamlayıram. İlk növbədə Ruslanı təbrik edirəm bu nəşr münasibəti ilə. Ruslanı mən müdafiə ərəfəsində tanımışam. Deməli, mən onun rəsmi abonenti olmuşam. Və onunla görüş əsasında biz çox dissertantlarla təmasda olurum. Avaskol müəllim deməli, inatca olduğu bir daha orada sübutda yetirildi. Mənlə də çox şeyə razılaşmırdı. Gedirdi, araşdırırdı, gəlirdi ki, yox, müəllim, siz bunu belə dediniz, yox, bu belədir. Yəni, axırda bir ortaq məxrəcə gəlirdik. Həm onun dediyi olurdu, həm də mən dediyim olurdu. Ruslan, bəlkə bir ifaçı kimi hamı onu tanıyırmış, amma ilk qədəmləri, elmə gələn qədəmləri mübarək. Biz çox sevinirik ki, ətlə yanaşan, bir çox arxivləri axtaran. Mən də onda Avaskol müəllim çox təcrübələndim ki, Üzeyir bəyin proqramasını tapır. Hələ belə bir sual da verdim ki, bəlkə bir daha da xəyal orada bunu götürmüşsən bu fikri. Dedi, yox, mən proqramanın özünü tapmışam. Bax, belə bir fikirlərimiz, bizim də çox mübahisəli fikirlərimiz oldu. Ruslanı mən hesab edirəm ki, gələcək üçün çox böyük bir alim olacaq. İnşallah, əgər bu işi davam eləməlisən, mütləq, çünki sənin çox gözəl araşdırmaların var. Əsas tədbirə layiq qaldığı odur ki, bu muğamları özün nota salır. İndi bir-iki, məsələn, insanlar var ki, bir cümlə, iki cümlə not yazır, deyir ki, bunu mən eləmişəm, amma Ruslan təvəzzükardır, heç vaxt bu sözü demir. Bu cəhətdə də çox yaxşıdır. Çox böyük kiçik bilən bir gəncdir, həmişə böyüyə hörmətlə, elmə hörmətlə yanaşan bir gənc necə ola bilər? Yəni, elmdə də çox təvəzzükardır bir insan kimidir. Ruslan qədəmlərin xoş olsun, elmə gələn qədəmlərin xoş olsun, mübarək olsun, daha da uğurlu olsun işlərin. İnşallah bu kitabların növbəti, yəni nömrələri biz gözləyək inşallah.
Bir daha təbrik edirəm. Professor Vamik Məmmədəliyev. Hamınızı salamlayıram. Gözəl, mən bugün kimlərlə görüşdüm? Bütün mübayit ziyalılarıyla, köhnə tələbələrlə, müəllimlərlə. Yaxşı ki, vaxt axtım gəldim. Yaxşı ki, Ruslan təşəkkür edirəm ki, birdən dəvət eləmisəydim, özüm gələcəkdim. Oradan da böyük Avasqulu mənim çox ətraflı danışdı, Maya xanımda. Bu kitab, Muğam haqqında kitab yazılması çox çətindir. Gelib araşdırasan, mesela Ruslan ifaçı olsaydı, yaxşı ifaçı olardı. Yaxşı, yani Muğam ifaçısı, istimdad sənəti. Ama şimdi bunu araştırmak için de gerek senin savadın olsun, biliğin olsun. Bu da Ruslan'da var. Ölçümlerin en mündərizədə baxdım, 120'ye yakın müəllifdən istifadə edeyim. Allah harada qalmasın. Bunlar oradan böyle işler. Bunlar elziye çıkarma, muğamlar, bayat İsfahan muğamı, bayat şeyler çok ve Əhram Mansurov muğamına istifadə edilmişsən. Ağasərin Abdullayevi'nin, Muhammed Məmmədəliyevin, nə bilim kimi, özünü de orada. Muğam, bir dənə muğamı, paylaşılması 10 dənə ifade edebilərək, baxırsan Bayat Şiraz, hərəsindən bir cür, yəni keçir. Bayat Şiraz, adı Bayat Şirazdır. Hər evdə muğamlar yekləsək döyür. Eğer muğam yekləsək olsaydı çoktan məhv olmuşdu. Ona göre, mesela için her evde görsen bir cür, her teknoloji yazılar, onun rastı var, seyyar var, çağrılar var. Ona göre paylaşacağız muğamın da bir sözler, bunun deyirlər muğamların gəlimi çok ince muğamdır, Erhusul Musili muğamların ince muğamdır, çok ince muğamdır. Bizdə mesela burada, mesela qeyd edirəm, mesela Şətəmiroğlu, Gülistani, İran, Bayat Şiraz, sonra Süleyman Həçkəroğlu, orada yani paylaşımları çok müracaat oldu. Kalmamanlarımız çok paylaşımlar üzerinde kuruldu. Çünkü yüreğe yatan kitabı ben diyerdim ki onu gelip defelerle okuyasın. Bir defa okumağına onu geçip doğrusu kitap olmalıdır. Her defa o kitaba bakıp değilse de biz ifacılar hemişe nezariyetçiler bizi yani ki nezariyetçilerden bizden bəhrələnirlər. Sözsüz ki, mən çox nəzəriyyətçiləri kömək eləmişəm. Hamısı da sağdan bilmək maşallah. Elə bizdə Kamilə xanım var, bizdə Fikə xanım var, bizdə akademiyada var, Şəhla xanım. Yəni ki, onlar Elada xanım, bunlar hamısı mən sevinirəm ki, mən bir şey gəlirsə kömək eləyirəm, əlimdən gələni eləyirəm. Çünkü neye göre? Hamısı musikinin xeyrinə, çünkü hamısı bizimdir. Adam var, deyir ki, mən bunu çox çətinliklə öyrənəm, niyə deyim başqası öyrənsin? Yox, elə şey yox. Mənim arxivimdə bilənlər bilir, o qədər materiallar var ki, biz nə qədər bəhrələnirlər, gənc xanəndələr, tarizənlər, neye göre ki, ataların bir sözü var, varını verən utanmaz. Bu öyrənsinlər də ərə varacaqız. Kimə qalacaq? Onu bizim sənətimiz bizim varımızdır. Mən demiş önemmişəm. Bizim sənətimiz böyük vardır. Çok böyle bir xərclərsən, bəhrələnirlərsən, sən xoşbəxt adamsın. Ona göre Ruslan, Tağıyev Ruslan Əkremoğlu. Nasıl deyirlər? Bizi acı beyliyə, sən dediyin təbrik edirəm səni. Kitabı mən öyrəndim, o storisi kitab olmalı. Həmişə hərdən bir mövzuya baxmalısan ki, nəsə orada bizə lazımdır, bizə Görkəm Bey lazımdır. Elə tek kitabda qalmasın. Arzum budur ki, o bizim muğamlarda da sənin bax bizim dəstgahlarımızı işləyəsən,
gələcəyinə bax bu cür qız baxıram, görsün nə qədər maraqları yığılsa. Hamınıza təşəkkür edirəm ki, siz bugünkü təqdimata gəlmişsiniz. Təbrik edirəm, həmişə belə günlərdə görüşək. Sağ olun. Bədii qəraət ustası Əli Niyazbəyliyə. Ruslan haqqında Abbasım müəllim dedi, Vahmi müəllim dedi və hamınız yaxşı tanıyırsınız. Mən onu lap yer-yetmə çağlarından tanıyıram. O nənələrimizin bir doğru sözü var deyə, hələ bu yeri tərəməmiş. Bax, o vaxtdan tanıyıram Ruslanı. İnanın ki, bu adamın davranışlarında Abbasım müəllim bir qeyri-adilik vardı. Özü də yaxşı bilirsən. Yəni, ömründə görmədiyi, tanımadığı adamla bir dəqiqənin içində elə bir inisiyyat, elə münasibət qururdu, elə bilirdi ki, ömrü boyu bir insandan biri yıldır. Və bunun o musiqi həssaslığı, bunun o muğama sevgisi məni sözün yaxşı mənasında şübhələndirirdi. Deyirdim, bu uşaq nəsə eləyəcək. Və eləyib də, Allaha şükür, sənət şünansıdır və fəlsəfə doktorudur. Və mən çox sevinirəm. Dünən yoxsa gün gəldi bura, bugünkü gecənin təşkilinə görə İbrahim müəllimlə oturmuşdu, elə üçümüz oturmuşuq. Dedi ki, Əli müəllim, sənin muğam haqqında o şeiri ki var, orada bütün Azərbaycan muğamları əhatə olunub. Mənim kitab təqdimatımda o şeiri desən, çox yerinə düşər. Dedim, valla yadımdan çıxıb, çoxdan demişəm onu, bir məclisə demişdim, Ruslan onu yadımda qalıb. Dedi ki, yox, o yaxşı olar ki, səslənsin. Dedim ki, yadıma düşsə, yəni yaddaşı məni aldatmasa, amma yaddaşlar əvvəlki yaddaş deyil, axı 70 yaş, elə yaşlı ki, bəzən adam görürsən ki, nəyisə yadından çıxardır. Beləydi. Musiqi ilə muğam deyilirəm mən. Muğamat nəğmələr xəzinəsidir. Təmiz məhəbbətlə sevilən odlu ürəklərin vurğun səsidir. Rastında məna var dağlardan dərin, şahnaz sədasıdır düşüncələri. Şur xəstə qasının böyük bir zəmin aşıq ələskərin zəngüləsidir. Nə zaman sevgaha dinləyirəm mən, duyğular kərvanı keçir gönlümdən, gözəl heyratını elə bil ki, sən qoz şoroğlumuzun cəngi səsidir. Çağ seyrəngaha bir al səhərdə, qulağını bir ver bayatı kürdə, diyan şimay səms oxunan yerdə, gör necə kamanın dinləməsidir. Bu yurdun kamança qaval səsi də, çoban tütəyinin gür nəfəsi də, coşqun yaradısı, şikəstəsi də, şirin bir musiqi şəbəkəsidir. Bunu Ruslan yardımda saxlamışdı və məndən xarşıladı ki, bugün bu şeiri səsləndirim. Mən də böyük məmnuniyyətlə razılıq verdim ki, gələrəm və iştirak edərəm və bu şeiri deyərəm. Təbrik edirəm səni Ruslan, çox sevinirəm ki, belə böyük uğurlarım var və bu yaşımda əlbəttə ki, sənət şünaslıq və fəlsəfə doktoru olmaq hamının işi deyil, böyük iş görürsən və inanıram ki, uğurların davamı olacaq. Allah sənin yolu açıq eləsin, hamısının artısıyla sənə olacaq. Var olun. Üzrə fəlsəfə doktoru Qassim Firidun Qurbansoya. Bismillahirrahmanirrahim. Böyle bir söz var. Diyor ki, tek ki sen yolundan düz git, o kölgene erir. Kimsenin bizi tanıştı, bu kadar tanıştı. Öyle var öyle. Sonra keçir esas meseleye. Ruslan bana öz kitabını təqdim edədi. Sözün açılığı muğamlar haqqında, ümumiyyətlə musiqişnaslıq, ədəbiyyat haqqında və əliflər mənim kitablarını təqdim edirlər. Mən də böyük məmnuniyyətlə oxuyuram. Belə kitablar var ki, oxuyuram, qoyuram qırağa. Bir də o kitaba qayıtıram. Belə kitab var ki, oradan müəyyən şeyləri əks edirəm, istat götürürəm. Belə kitab var ki,
Amma yaxşı kitab olanda özündə saxlayır. Mən Ruslanın kitabını vərəqləyəndə əvvəla birinci növbədə Sədiqə Səhman məni tutdu. Ki, bu adam çox sədiqəli olmalı. Cümlələri səlisdir, fikrini aydın ifadə edir. Əvvəldir, araşdırması alim kimi çətinliklərdən qorxunur. Bir nəfəsi kitabı oldu. Sədiqə Səhman, mən yenə deyirəm, Sədiqə Səhman qorxun gəlir. Düzdür, indi Ruslan bugünkü gündə öz səviyyəsini nümayiş edəbilir. Ancaq Ruslan həmişə bugün iki səviyyədə qalmayacaq. O inkişaf edəcək. Onu nə yaş bırakır? İnkişaf edilə də təzən və əsərə qayıtsa, yəqin ki, onu təkmilləşdirmək haqqında fikirləşər və onun yerləri də var. Yəni, bu axırıncı sözdür ki, götürəsən bunu deyəsən ki, bu Quran ayəsi deyil, əslən ondan sonra o tərəfəsi yoxdur. Əlbəttə, inkişaf edilə daha mükəmməl sözlər deyə biləcək. Amma ona görə də mən kitabı özündə saxlayıram. Kim inşallah ömür vəfa eləsə, mən üçün deyirəm. 20 ildən sonra təzdən bu mövzuya qayıtsa, mən onu götürüb müqayisə edəcəm, afərin sənə. Sən daha təkmilləşdirirsən. Amma bu şəkildə də götürəndə ümumi musiqişünaslıq ədəbiyyatına baxanda Bayat Şiraz haqqında belə mükəmməl kitab hələ ki yoxdur. Mən Ruslanla 10 ildir ki, tanışıram, təxminən yuxarı aşağı. Bu müddət ərzində o mənim gözümün qabağında böyüyüb, inkişaf edib. Amma o çılğınlıq ki var, ümumiyyətlə çılğınlıq musiqişünasının yox, musiqiçinin canında olmalıdır. O çılğınlıq musiqiçinin canında olmasa, musiqi alınmaz. O temperament deyirlər bunu bəziləri. O olmalıdır, mütləq olmalıdır. O həyat gücüdür. Ruslan həm də tar ifadəsidir. Tar da bilirsiniz ki, bizim musiqinin lokomotividir. Lokomotiv gedir qalacağı, sonra o biri vagonlara başlayır. Əgər sən tarçısansa, Müşfiq bu sözü işlədib birinci dəfə, ey tarçı çalıq, tarzən yox. Tar və zən vurmaq deməkdir. Yəni tarı vuraq. Tar sim deməkdəsidir. Tarın sözü oradandır, çəkilmək. Bir tarzçı kimi də Ruslan yaxşı tarçıdır, yaxşı müəllimdir. Eyni zamanda kitab da qoyub ortaya. Nə demək olar? Alqışlamaq olar, Allah başa çıxmayacaqsın. Hörmətlər İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Milli Konservatoriyasının Musiqi Nəzəriyyəsi və Tarixi Kafedrasının müdürü Akif Quliyevə. Mən Ruslanı bugün münasibətlə təbrik edirəm və bu günü tədbir təşkil edən Abşeron qızı Mədəniyyət İdarəsinə öz təşəkkürümü bildirəm ki, çünki hər hansı bir kitab, hər hansı bir əsər yazıla bilər, lakin o təbliğ olunmasa, rəhbərliyə yatacaq, kitabların satananın bir gündə qalacaq və kəndə unudulacaq. Bu idarəyə minnətdarlığımı bildirirəm. O ki qaldı Ruslan'a və Ruslanın həm bir elm sahəsində, həm bir insan kimi burada bizim gözəl tədbirlər onu ifadə etdilər. Həm də Ruslanı bir nümunəvi insan kimi, yəni mübarək insan kimi, həm elmi, həm elmi olan bir insan kimi tanıdım və inanıram ki, Fürdün müəllimə dediyi kimi o üzərində işləyə bizim ən böyük ziyaların sırasında özünə yer alacaq. O ki qaldı Muğam sənətinə, doğrudan da bu bir həqiqətdir ki,
Azərbaycan xalqı dünyaya elə musiqi nümunələri bəxş edir ki, bunların tarix bərabərliyi yoxdur. Bunu həm özümüz dərk etməliyik, həm də mən də dərk ediriksə, bir öyrədə onu təbliğ etməliyik. Muğam sənəti, aşıq sənəti demək olar ki, dünya mirasında bizim bu sənətlə bərabər olan sənət nümunələri yoxdur. Və bu misalı mən tez-tez qeyd edirəm və bu dəfə də qeyd etmək istəyirəm ki, Öfkər Təmirovun Şur Simfonik Muğamı Amerikada, New York şəhərində 1968-ci ildə ifa olunarkən çox böyük bir dirijor idi, dünya miqyaslı dirijor idi, Sarkovski bir dirijordu. Onu ifa edərkən dəhşətə gəldi. Dedik olur ki, bir simfoni kimi, bir simfonik janr kimi Qərb dünyası bunu yaradı. Təxminən 1500 ildən 600'e yaxın bir yol çəkmişdir. Lakin biz bunların nail olduğuna, yani simfonik muğamın nail olduğuna istemişim nail olmak mümkün olmuyor. Bu nedir? Yani müzik fikrinin fasilesiz, diyalektik inkişafı. Ve muğam hakkında ne kadar yazılırsa yazılmalıdır. Ve bizim de büyük çekintiğimiz ondandır ki, bizi zaman zaman öz konumuzdan uzaklaştırarak en büyük konumuz da bizim Elif olur. 20. əsrdə Elifmanlı 4-5 dəfə dəyişildi. Onun için ona göre de orta əsrlərdə yaranmış elmi əsərlərlə bizim əlaqəmiz qırıldı. Ruslar bu işte de gösterilip değildiği kimi bu edebiyat sahasında büyük mənbələr var, orta əsrlərə də müraciət etmiştir. Deməli, Ruslan bizim padişahı bir daha önümüze Azərbaycan xalqının məsul olduğunu sübut etdi. Çünkü padişahlar, Fatih İslam ve Bəlşövlər Fatih İslam'dır. Ona iddia olan birçok xalqlar vardı, xüsusən Farslar ve bu əsərlər Ruslan sübut etdikcə bu Azərbaycan xalqının bədii təfəkkürünün məhsuludur. Bəli, muğam bir dəstgah kimi UNESCO'nun qəbul etdiyi qeyri-maddi irsin şahesərlik olmasını təsadüfi deyilmi? Bunu dünya səviyyəsində mütəxəssislər inceleyip görüp ki doğrudan da bu həmin ustalara layıqdır. Və təbii ki, dedim bu təbliğat işi böyük işdir və bizim birinci vitse-prezidentimiz Mehmet Hanım'ın bunun arkasında durması, çünkü məsul olanlar onun təbliğ edilmesi, ona sahip durması, onun təbii ki, ətraflı olanlar ona sahip olmaq istəyəcək. Bir daha Ruslan sənə uğurlar razı edirəm, uğurlardan işte filmən yaxşı qeyd edir ki, bunu davam etdir, deyirlər, təmbəlləşmə, teatr formuna düşünsən, İrmançı kimi formunda qalmaq üçün bu işi davam etdirməlisin. Uğurlar razı edirəm, inşallah yeni təlimatlarda səninlə görüşməyin ümidi ilə ayrılır. Sizi tekrardan Bayram müəllimə veririk. Onun deyəcək sözləri var. Buyurun Bayram müəllim. Qazanmaq istəmirdim. Sadəcə fürsətdən yararlanır üzrü sayın bəzi məsələlərə münasibət bildirmək istəyirəm. Çünki iki yerdə elə məsələ danışıldı ki, çıxış edənlər tərəfindən mütləq münasibət bildirmək lazımdır. Birinci Üzeyir Hacıbəylinin Üzeyir Hacıbəyov imzası ilə və Üzeyir Hacıbəyli imzası ilə getməsi hər iki imza dahi bəstəkarımızın adı ilə bağlıdır və onun da buna söhbəti yox, hamınız bilirsiniz. O tarixi şərait ilə bağlı idi, o məcburdur. Yəni özünüz bilirsiniz, 37-ci illərdə bizim millətin 100 minlərlə insana qırıblar ki, biz öz soykırımızdan aralanaq. Biz öz keçmişimizi bilməyək. İndi müəllim təkrar başqa bir məsələyə toxundu ki, bizim əlifbamızı bir neçə dəfə dəyişdiriblər. Məqsəd yenə də eynidir. Təbii ki, hamınızın bildiyiniz kimi ki,
biz öz keçmişimizi unudaq, biz öz tariximizi unudaq, biz öz kimliyimizi unudaq ki, bizi idarə etmək düşmən qüvvələr tərəfindən rahat olsun. Ancaq görün, bu millət nə qədər böyük millətdir ki, o qədər agresiyalara, o qədər qırğınlara, o qədər sürgünlərə baxmayaraq bu millət yenə öz əvvəlki taleyinə qayıtdı. Öz suverenliyin bərpa elədi, öz müstəqilliyin tam şəkildə bütün ərazidə bərpa elədi və bugün şükür Allaha ki, Ali Başkan komandalarımızın rəhbərliyi ilə Azərbaycan çox güclüdür. Dostlara sevinç gətirən, düşmənlərə pis vəziyyətdə qoyan bir vəziyyətdədir. Yəni, bu barədə şükür Allaha ki, biz bu gözəl tarixi günləri görmək bizim qismətimiz oldu. İnşallah arzu edək ki, bu gözəl günləri Azərbaycanımızın bu gözəl vəziyyətini görmək uşaqlarımıza, nəvələrimizə, nəticələrimizə də qismət olsun. Çox üzr istəyirəm, var olun hamımız. Söz verilir, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, Etno-Musiqişünaslıq kafedrasının müdürü Jalə Qulumova. Hörmətli tədbir iştirakçıları, mən də hamınızı salamlayıram. Bugün əslində mən çıxış etməliydim. Ruslan mənim bir eksprompt olaraq məni çıxartdı. Əlbəttə, deməyi sözümüz çoxdur hər birimizin. Bugün Bayat Şiraz Dəsgahı adlı bir kitabın təqdimat mərasimində toplaşmışıq. Çox sevindirici bir haldır. Bir ifaçının, bir sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını yaxınlıqda almış bir gənc sənətşünas alimin belə bir monografiya ortaya qoyması doğrudan da çox belə müsbət bir haldır, çox təqdirə layiqdir və biz bunu, yenə deyirəm, məndən öncə çıxış edən böyük sənətkarlarımız, böyük alimlərimiz əlbəttə bu haqda çox gözəl öz elmi fikirlərini bildirdilər. Mən də çalışacağım ki, Ruslan Tağyev haqqında və onun yazdığı bu kitab haqqında qısa da olsa öz fikirlərimi bildirim. Ruslanı mən çox uzun illər deyil tanıyıram. O, bizim Azərbaycan Milli Konservatoriyasının doktorantı olubdur və həmin dövrdən Ruslanı tanıyıram. Burada onun haqqında deyilən fikirlərə qoşularaq bir daha təsdiqləmək istəyirəm ki, çox mübariz, çox məsuliyyətli, çox öz işinə çox, belə deyərdim, məsuliyyətlə yanaşan bir insandır. Eyni zamanda çox kifayət qədər mədəni, hörmətçil bir gəncdir, o öz yerində. Və bizim kafedrada da onun hətta müzakirəsi də keçirilmişdi və o öz sözünü çox inatkarcasına, üstündə duraraq müdafiə etmişdi öz işini. Təbii ki, bu elə bir yoldur ki, elm, orada mübarizələr də olmalıdır, orada atdığın hər bir addım qarşısında maneələr də qoyula bilər, yaxud yoldur da, yəni çətin bir yoldur oradan da bunu keçmək. Və Ruslan Tağyev mən belə deyərdim ki, çox inatkarcasına, çox mübarizcəsinə bu yolu layiqincə keçdi və doğrudan da mənimlə də tez-tez kafedramızdan əlaqə saxlayırdı, mənim özümlə də hər hansı bir müzakirədən öncə olan məsələlər barədə, hansı çıxışların necə edilməsi barədə və s. Hər zaman çalışırdım ki, mən də buna dəstək olan bir kafedra müdürü olaraq sadəcə və bir elm adamı olaraq təbii ki. Mən Ruslan müəllimə ilk öncə təbrik edirəm belə bir monografiyanın ərsəyə gəlməsi münasibəti ilə və eyni zamanda burada Abbasqulu müəllim səhv eləmirəmsə dedi, xanım da vurğuladı ki, onun bu vaxta qədər çox saylı elmi məqalələri dövrü mətbuatda işimizi görür. Eyni zamanda beynəlxalq və respublika konferanslarında, simpoziumlarında biz hər zaman Ruslanın çıxışlarını dinləmişik, eşitmişik və o böyük bir çətin yolu keçərək fəlsəfə doktoru elmi adını da aldı. Bugün həmin o işin bir parçası olaraq bugün belə bir kitab ərsəyə gətirdik, onun təqdimat mərasimində toplaşmışıq. Halal olsun sənə, oradan da Ruslan, mən bunu belə demək istəyərdim. Çətin bir yolu keçərək çox inatkar, çox mübarizcəsinə siz çox böyük iş gördünüz. Bizim muğamlarımızın incisi sayılan, gəlini sayılan və Vahid müəllim də qeyd elədi bunu, Bayat Şiraz muğamı haqqında belə bir geniş şəkildə monografiya təbii ki, yox idi. Bu bizim hər bir musiqişünasın stolüstü kitabına çevriləcək. Həqiqətən də elə siz necə vermişsiniz, işdə də stolumun üstündədir bu kitab və hər bir daha bu monografiyada mən gördüm. 4 fəsildə çox geniş şəkildə siz bunu açmağa çalışmışsınız.
və ümid edirəm doğrudan da bu işin hələ ardı gələcək, davamı gələcək. Bəlkə daha digər bizim əsas muğamlarımız haqqında biz hələ bir çox monoqrafiyaların təqdimat mərasimində toplaşacaqıq. Mən buna inanıram. Bu potensial sizdə var və bir daha sizi təbrik edirəm. Sizə elmi yaradıcılıq uğurları arzulayıram. Təşəkkür edirəm. Musiqi Texnikumunun tələbələri bir müəllimə həmişə özlərini müəllim hesab edir. Yəni onların müəllimi olduğu olmadı. Hər kəs mənlə razılaşar. Bu Abdul Həşimoğlu'dur. Əməkdar müəllim. Buyurun, söz sizə. Hörmətli tədbir iştirakçıları, mövzuya çıxışma başlamamışdan əvvəl iki halı qeyd etmək istəyirəm. Biz səbəbsiz nəticə olmur. Bu gün Əbül Rüsxanın təqdimatına yığılmağımızın səbəbini səbəbdə qeyd etmək istəyirəm mən. Əvvələ hər birimiz bir müəllim tərbiyəsi görmüşük, müəllim təhsil görmüşük. Rüsxanın da çox gözəl müəllimləri olub, istər musiqi məktəbində, istər musiqi texnikumunda, istər milli konservatoriyada. Mən onların da adlarını çəkmək istərdim, rəhmətli gələnlərin. Bunlardan biri Qamboy müəllimidir, musiqi məktəbində Qamboyun tələbəsi olub, konservatoriyada. Allah rəhmət eləsin, Rafiq Musazadə konservator professori. Xüsusən müəllim olsun, elmi rəhbər olsun. Allah rəhmət eləsin. Və digər sözüm ona ibarətdir ki, Rüsxanın bu əksəriyyət çatmasında, bugünkü bu möhtəşəm tədbir keçirməyində səbəblərindən biri də Azərbaycan Milli Konservatoriyasında Rüsxanın yetişməsində, elmi işin əksəriyyət gəlməsində, xidmətləri olan yoldaşlar cəbiyinlər burada, Milli Bakı Musiqi Akademiyasının əməkdaşlarının Rüsxanın xidmətləri vardır Rüsxanın işin üzərində. Mən onlara təşəkkür eləmək istəyirəm. Bu gün zəhmət çəkibdir təbii ki, dəvəti qəbul edirlər, burada iştirak edirlər. Osul müəllimdir, Maya xanımdır, Akif müəllimdir, Yalan tanışdır, xalq artistidir, Vahid müəllimdir, Ağasəli müəllim burada iştirak edir. Bunların həm kitabın əksəyə gəlməsi, həm də ki, elmi işin, tədqiqatın işində xidmətləri çox olur. Başqa səbəb Rüsxanın bu gün gəlib bu alim dərəcəsinə çıxmağının ən böyük səbəbi mən hesab edirəm ki, onun valideynləridir. Rüsxanın da uşaqlarından tanıyırım, musiqi məktəbindən tanıyırım, onun valideynləri çox. Belə tərbiyəli ailədən çıxır ki, başqa cür ola da bilməzdi. Rüsxan bu ailədən çox gözəl tərbiyə görür, çox gözəl əxlaq görür, yoldaşlar qeyd edələrləri. Çox işgüzarlığı vardı onun. Çox işgüzarlı, belə ünsiyyətlər çox səmimi idi. Əlindən demişəm. Bir əmən içərisində görürsən ki, belə bir adamla istiqdaşlı deyil ki, belə bilirsən ki, bir neçə il dostlarım var. Mən valideynlərini təşəkkür etmək istəyirəm. Rüsxanın və burada Fəydə tanış olmalarında çox gözəl övlad böyütmüşsün, bacım, atam, atasına qınaz eləmək istəyirəm. Çox gözəl övlad böyütmüş, çox işgüzar, mədəni, əxlaqlı, tərbiyəli, belə bütün əxlaq kodeksində olan keyfiyyətlərin hamısı Rüsxanda var. Keçən mövzu üzrə mən də musiqi fikrimi deyim. Siz kitabın adını təqdim edəndə tarixçi qeyd edir ki, İslam padişahıdır. İslam niyə padişahıdır? Musiqişünaslar da çox gözəl bilirlər. Əvvəla padişahı xalq artistinin Bəhrəm Mansurovun çıxışıyla var bu barədə, internetdə də var. Qeyd edilir ki, padişah bir muğam kimi, bəstəkar kimi 19-cu əsrdə meydana gəlib. Ondan qabaq da Üzeyir bəy Təbrizən desək, eyni zamanda Azərbaycan xalq musiqi əsasları elmi kitabında Üzeyir bəyin qeydi var ki, 13-cü əsrin axırları, 14-cü əsrin əvvəllərində yaxın şərq orta şəhərdə 12 əsas muğam olub və 6 avazı olub. 12 muğam arası içərisində İsfahanın adı çıxır, Bəlçiraz yox. İsfahan çox bir zəngin struktur var o zaman içərisində.
Demek bir şeye dikkati cəlb etmək istəyirəm ki, Ruslan məsələn kiçik həcmli bağlar birlikdə havza edilib. Bunlardan birini götürüb tədbir işləyə bilərdi, tez də hazırlaya bilərdi, yüngül hazırlaya bilərdi. Amma niyə millətləri işini çətinlə yapmışdı? Və dedim ki, Bəhram Mansurov çıxışında Bayat İsfahanın içərisində bir neçə oğlanın adını çəkir. Orada Bayatçıqın şöbələri, Bakıyımızın adını çəkir. Bayatçıqlar da orada bir şöbə kimi, Xavəran, Bayatçıqlar, Güzal şöbələri kimi işlənir Bayatçıqlar. Qatar oğlanı işlənir, ifa olur orada və İsfahanın özü ifa olur. Amma müasir Bayatçıqlar isə o tarixi inkişaf dövr təbii ki, onu təsir edir. Müasir dövrdə tədris uşaqlarında istər Milli Universitetində, istər Milli Konservatoriyada, istər kolleclərdə Bayatçıqların 9-10 proqramlardan asılı olaraq 9-10 şöbəsi istifadə olunur. Və Ruslanın belə çətin bir sahəni seçməsi, çətin bir muamele seçməsi, bu da Ruslanın işgüzarlığının bir göstəricisi idi. Təsəvvür edin, səhifədə bundan kimi 20-72 səhifəli iş asan bir şey gəlir. Ruslanın alim dərəcəsi almağı həqiqətən biz hamı sevinirik. Çünki Ruslan elə bir Azərbaycan Milli Musiqi Mədəniyyəti Xəzinəsinə elə bir dəyərli töhfətlər bəxş edir ki, az olur belə işlər, az olur belə elmi tədqiqat işləri. Ümumiyyətlə, muamlar haqqında elmi tədqiqat işləri aparmaq çox çətindir. O barədə əgər nəysə bir şey alətdə çala biləsən və ya bir bakalçı olarsan, oxuyan xanəndə olaram ki, o babamın kökünə dərindən bələd olub, belə bir elmi, əhəmiyyətli iş təşəbbüsən. Ruslan, mən sənə təbrik edirəm oğlum. Allah sənə kömək olsun. Allah valideynlərin canı sağ olasın. Sən isə belə çox böyük tövbə vermişsən bizim musiqi mədəniyyətimizə. Uğurlar arzu edirəm, gələcək uğurlarına təbrik edirəm. İncəsənət Universitetinin dosenti Hafiz Kərimova. Çox sağ olun, təşəkkür edirəm mənə də söz verdiyinizə görə. Mən də öz növbəmdə bütün tədbir iştirakçılarını salamlayıram. Burada mənim müəllimlərim əyləşir, burada mənim müdafiəmdə mənə dəstək olan insanlar əyləşir. Hər birini həmişə minnətdarlıq hissi ilə yad edirəm və bugün də minnətdarlığımı bildirirəm. Qaldı ki, Ruslanla bizim ta tələbəlikdən çox yaxın münasibətlərimiz var, yaxşı münasibətimiz var, qarşılıqlı bir-birimizə hörmətimiz var. Ruslan bir kursu məndən yuxarı oxuyurdu. Biz elə o zamanlar Ruslanla çox yaxşı dostluq əlaqələr qurmuşuq, düşür, indi də davam elətdiririk. Və Ruslan mənə dəvət deyəndə ki, sən də çıxış edərsən, bir tərəfdən düşündüm ki, mənim fəaliyyətim əsasən aşıq sənəti ilə bağlıdır və çıxışlarım, yazılarım da demək olar ki, belə fikirləşərkən şair Məhəmmədin də bir bəndini xatırladım. Deyir ki, Məhəmmədi gördüm təsdə, yaxşı dosta hörmət bəslə. Eşqim olsa sinəm üstə, tar da birdir, saz da birdir. Doğrudan da aşıq sənəti də, muğam xanəndəlik sənəti də, o cümlədən tarifasılığı da, necə deyərlər, bizim musiqi mədəniyyətimizin sütunlarını təşkil edirlər. Və mən də o fikirdəyəm ki, həm aşıqşünaslıqda, həm muğamşünaslıqda bizim bir çox dəyərli nəzəriyyəçi alimlərimiz var ki, onlar bəzən ifaçılıq məsələlərinə çox şübhə ilə yanaşırlar və hər xırda məsələdə də başvururlar Vamik müəllim deyən kimi ustadlarımızın yanına ki, necədir, nə cürdür, çünki onlar öz işlərinə məsuliyyətlə yanaşdığından səhvə yol vermək istəmirlər. Digər tərəfdən və ya əksinə məsəl üçün bizim gözəl ifaçılarımız var, gözəl sənətkarlarımız var ki, indi baxırsan nəyinsə xatirinə bir məqalə yazır və ya elmi bir məsələyə münasibət bildirir, o dəqiqə görülür ki, bu insanın nəzəri tərəfi zəifdir, elmi yanaşması yoxdur, elmi təfəkkürü yoxdur, özür istəyirəm ifadəmə görə. Həm də bizim elə bir virtuoz sənətkarlarımız var ki, müəllimlik eləməyə də onların heç hövsələsi, səbirləri də çatmır. Bütün bunlarla yanaşı bizim incəsənətimizdə elə insanlar da var ki, onlar öz fəaliyyətində, öz fərdiyyətində bir çox istiqamətləri birləşdirə bilir və yaxşı da alınır. O cümlədən bizim dostumuz Ruslan Tağıyev həm peşəkar ifaçıdır, həm uzun müddətdir pedaqoji fəaliyyətlə məşğul olur, dəyərli müəllimdir.
həm də o qarşılaşdığı nəzəri və praktiki problemləri elmi müstəviyə daşıyan istedadlı bir tədqiqatçıdır. Mən Ruslanın müdafiəsində rəsmi abonentlərdən biri kimi çıxış eləmişdim və Ruslan müəllimin dissertasiyasından yaxından tanış olanda gördüm ki, Ruslan qardaşımızın doğrudan da öz elmi yanaşması var, ayrı-ayrı ziddiyyətli məsələlər üzərində ümumləşdirmə, təhlil eləmə qabiliyyəti var. Və məlumdur ki, üstadlarımız qeyd elədi, Ruslan müdafiə işini hazırlayarkən çox sayılı elmi və bədii ədəbiyyatı nəzərdən keçirir. Bayat Şiraz və Bayat İsfahan muğamları üzərində çox maraqlı, geniş, müqayisəli təhlillər aparır və s. və ilaxır. Bütün bu işləri görərkən də o məhz öz yazdığı not yazılarına istinad edir. Bu da işin müsbət tərəflərinə və işin orijinallığını şərtləndirən amillərdən biridir. Və Ruslan müəllim özü peşəkar ifaçı olduğuna görə baxırsan ki, təhlil edilədiyi nümunələri də o ifaslı artikulyasiya prinsipi baxımından da bütün təfərrüatı ilə dərc eləmiş və təqdim etməyə çalışmışdır. Və mən bir daha ona da gəlmək, onu da bir daha Cəvət abinin sözünə müsbət, onu da qeyd etmək istəyirəm ki, mənim tanıdığım Ruslan Tağıyev çox qətiyyətli, çox prinsipiyal bir insandır. Hətta xatırlayıram ki, o bəzi ərəfələrdə bir çox təbii və süni əngəllərlə də qarşılaşmışdı. Amma o öz qətiyyətinlə, prinsipiyallığıyla bütün problemlərin öhdəsindən gəldi və nəhayət məqsədinə çatdı. İnanıram ki, bundan sonra da Ruslan Tağıyev öz qətiyyətinlə və Allahın köməkliyi ilə yeni nailiyyətlər qazanacaq, böyük uğurlar əldə edəcək. Sonunda böyük şairimiz Zəlim Xayabının da bir bəndini xatırlayıram. Deyir ki, çəkilə qapından qışın ayazı, dərinlər batıra eşki dayazı, Habil kamanını ədalət sazı, əhsən asla tarı dindirə. Kiçik bir dəyişikliklə belə də demək istəyərdim ki, çəkilə qapından qışın ayazı, dərinlər batıra eşki dayazı, bir məclis qurula mən çalan sazı, Ruslan asla tarı dindirə. Çox sağ olun, qardaşım, bir daha şərkət edirəm. Əlindən, qələmindən yeni kitabların, evindən balaların, yanını yarın, sinəndən tarı əksik olmasın. Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, tanınmış şair və Əli Kərimov adına Sumqayıt Fəyiz evinin direktoru İbrahim İlyaslıyan. Değerli aydınlarımız, əziz sənətşünaslıq sahəsinin profesör müəllim heyəti, əziz müəllimlər, saygıdeğer tədbir iştirakçıları, hamınızı ev sahibi olaraq salamlayıram, salamlamaktan böyük məmnuniyyət duyuram. Fəyiz evi zaman zaman çoxlu tədbirləri ev sahibliyi edib, həm şəhər miqyaslı, həm ölkə çaplı, eyni zamanda uluslararası tədbirlər keçirilir burada. Amma onların böyük əksəriyyəti ədəbiyyat adına, ədəbiyyatçılıq adına olubdur. Bugün mənim üçün də çox gözəl və özəl bir gündür ki, sənətşünaslıqla bağlı bir tədbir araya gəlib. Bu sənət mənə də yad deyil, xatırladım ki, mənim qızım da sənətşünasdır, ancaq o çağdaş notasiya rəngkarlığını araşdırır. Yəni bu sahə mənim üçün də doğmadır. Dəyərli natiqlərimiz çox gözəl çıxışlar elədilər. Təbii ki, kitabla tanış oldum, amma bu kitaba incələmək, buna dərindən münasibət bildirmək mənim işim deyil, çünki mən uzaq şair, yazıcı, tərcüməçi, yəni bu sahələrin adamıyam. Amma şəhərimiz üçün baş ucalığı hesab edirəm bu kitabı. Şəhərimizdə sənətşünaslar çox azdılar. Mən rəhmətli Fuad müəllimi tanıyırdım sənətşünas olaraq. Bir qızımız vardı, Xədicə Zeynalova. Burada dərs verildi, Almaniyada yaşayır, Xəyal Mirzəzadənin kursunu bitirir. Mən də müsiflər heyətindəydim. Təbii ki, muam sənətinin bilicisi kimi yox. Sadəcə olaraq ifaçılarının deməli, mətnlərinə fikir vermək üçün. Onlar mətnləri düzgün ifa edirlərmi, yəni bir şair olaraq münasibət bildirmək üçün oradaydım. Təbii ki, muam sənəti bizim bütövlükdə millətimizin bayaq natiqlərin dediği kimi en büyük varidatlarından biri. Dünyaya bizi tanıdan, dünyanın bize tanıdan ve dünyada bizi temsil edebilecek
böyük bir sənət nümunəsidir və nə xoş halımıza ki, bəs bu sənət bizim millətə məxsusdur. Ruslan müəllim ilk gəlişində xeyli rahatsız idi, bu tədbir necə arayarsa gələcək, gözəl keçilə biləcəkdir. Mən ona dedim ki, Bayeziyevin bütün imkanlarını və əməkdaşlarımızın bütün imkanlarını səfərbər edəcək ki, bu tədbir yüksək səviyyədə keçsin. İndi nə dərəcədə alındı, təbii ki, dəyərləndirmək sizin işinizdir. Şəxsən mənim üçün çox gözəl oldu, çünki bizim belə dəyərli aydınlarımızın çıxışlarını dinlədim, onları adətən televiziyadan dinləyirdik. Bizə Abbasqulu müəllimlə bizim indi 2 dəfə görüşümüz olur. Bizim böyük hikayəmiş bugün doğum günündə, anım günündə biz Müşfiq Ocağı'na toplaşırıq, orada görüşlərimiz olur. Bu qədər çıxışçılara dərin təşəkkürümü bildirirəm. Əzizimiz Bayram müəllimimizin Sumqayıt Regional Mədəniyyət İdarəsi təbii ki, böyük dəstək verdi. Bu tədbirin arayərsəyə gəlməsi üçün tapşırıqlar, göstərişlər verdilər və Bayram müəllim də şəxsən burada iştirak elədi. Ruslan müəllimə davamlı uğurlar diləyirəm, başarılar diləyirəm. Əminəm ki, bizim şəhərimizdə də sənətşünaslıq elmi daha da inkişaf edəcək. Özündən sonra yeni şagirdlər yetişdirəcəklər, yeni sənətşünaslar yetişdirəcəklər və bu bizim şəhərimiz üçün bir tövbə olacaq. Uğurlar və başarılar diləyirəm. Artıq tədbirimizin sonuna gəlib çatdıq. Bəli, indi isə söz verilir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Sumqayıt şəhər Bülbül adlı 2 nömrəli musiqi məktəbinin müəllimi Ruslan Tağıyev. Əziz şəhərimizin qonaqları, əziz tədbir iştirakçıları, mən də öz nüməmdə sizləri salamlayıram. Sizləri bugün burada görmək mənim üçün həm xoşdur, həm də bir qürur verir. Nəyə görə qürur verir? Ona görə ki, belə bir tədbirin keçirilməsini mən arzu edirdim və bu mənim arzularımdan biridir. Bu arzunun yerinə yetirməsi üçün mən Allah'dan minnətdaram. Və bugün bu tədbirdə əziyyət çəkən insanlara, o cümlədən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Abşeron Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimova, struktur əməkdaşlarına, o cümlədən Şabildə Həzrət müəllimə, Səfərov Zahir müəllimə və bizim əzizimiz Səfərli Bayram müəllimə özləri təşəkkür və minnətdarlıq bildirirəm. Eyni zamanda bu gözəl binanı və bu gözəl binanın əməkdaşlarını bizim tədbirimizin keçirmək üçün səfərbər etmiş. Bayaq çıxışını dinlədiyimiz gözəl şairimiz İbrahim İlləsliyə və onun əməkdaşlarına özlərini təşəkkür və minnətdarlıq bildirirəm. Eyni zamanda bu tədbirin şifalanmasında əziyyət çəkən işçilərə, əzim Bekinə xanım başda olmaqla onun əməkdaşlarına özlərini təşəkkür və minnətdarlıq bildirirəm. Və mənə minnətdarlıq bildirmək istəyirəm. Mən dünyaya gələndən bu günə qədər əziyyətini çəkmiş, mənim bütün dəcəlliyimə, şirtatlığıma, gözəl anama, atama eyni zamanda mənə valideynlərim qədər əziz olan, şagirdlik dövrü, tələbəlik dövrü, alimlik dövründə yanında olan, dəstək olan bütün müəllimlərimə, o cümlədən sizlərə, əziz müəllimlərim, mən sizlərə borcluyam. Mənim üçün müəllim deyərlər, mən ən azından xoşbəxt adamam. Nəyə görə ki, mən belə bir müəllimlərlə ünsiyyət qura bildim və bu müəllimlər mənim üçün müəllimdən də artıq idi. Onlar mənə dayı, əmi, xala, bibi, bacı, qardaş oldular. Mənim sözümü burada əgər səhv vasitə deyə bilərlər, hər şeyə gəlib çata bildim. Bu ərsəyə gətirdiyimiz balaca bir deyək, dissertasiya işinin monoqrafiya çevrilməsi qəsim mənim uğurum deyil. Bu əziz müəllimlərim, sizlərin uğurunuzdur. Çünki burada sizin hər səhifəsində, hər nöqtəsində, hər bir cümlədə sizin böyük əziyyətiniz olur və mən bunu ömür boyu unutmayacağam. Bir daha gələn qonaqlara mən belə bir fikir demək istəyirəm ki, mən təşəkkür edirəm sizlərə, əziz qonaqlar ki, bizim
monoqrafiyanın təqdimatında belə gözəl iştirak etdiniz. Diqqətinizə görə minnətdaram. Bəli, Ruslan müəllim vurğuladı. Onun doğmaları, yaxınları, müəllimləri hər bir bu tədbirdə iştirak etdi. Mən də bir təqdimatı demək istəyirəm ki, Ruslan müəllimlə cimciyinə çalışan Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin pedaqoji kollektivi rəhbərlik başda olmaqla bugün də Ruslan müəllimin yanındadır. Xahiş edirəm, onları bir alqışlayın. Bəli, Ruslan müəllim, sizə böyük uğurlar arzulayıram. Bir dənə təşəkkürüm var, burada mənim media dostlarım var. Sizə də öz təşəkkürümü bildirirəm ki, dəyərli vaxtınızı ayırıb, bugün bizim tədbirimizi işıqlandırırsınız. Bir daha sizə təşəkkür edirəm. Ruslan müəllim, sizə təşəkkür edirəm, bol uğurlar arzulayıram. Sizin uğurlarınız elə bizim məktəbimizin uğurlarıdır, bizim Azərbaycanımızın uğurlarıdır, bizim milli mədəniyyətimizin uğurlarıdır. Bununla da sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin Baletişirat dəstgahı ilmi monoqrafiyasının təqdimatı başa çatdı. Bu dəyərli görüşdə iştirak etdiyiniz üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Sağ olun, salamat qalın. Yaxınlaşın çay masasına, çox xahiş edirəm. Bir baxaq da. Almaz xanım, Aygün xanım, gəlin məxfər. Hər vaxtınız xeyir olsun. Mən Yeganə Telman qızı, Xəbərtayım.az saytının əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Bugün sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin Baletişirat dəstgahı elmi monoqrafiyasının təqdimatı oldu. Bəli, bugün onun imza günü idi. Biz Ruslana nə arzu edə bilərdik? Yalnız gələcək uğurlarında böyük uğurlar arzulayırıq və bu işin davamlılığını arzulayırıq. Ruslan müəllim, hər zaman uğurlarınız bol olsun. Ruslan müəllim həm də Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimidir və biz bərabər Ruslan müəllimlə çalışırıq və fəxr edirəm ki, mənim Ruslan müəllim kimi bir iş yoldaşım var. Mən Tağıyev Ruslan Əkrəmoğlu, sənətşünaslıq fəlsəfə doktoru. Bugünkü günüm mənim üçün çox əlamətli bir gün idi. Bugün mənim monoqrafiyamın təqdimatı idi. Bura gələn qonaqlara, tədbirdə əziyyət olan bütün insanlara, o cümlədən media qrupuna özlərinin təşəkkürüm və minnətdarlığımı bildirirəm. Zəhmət çəkiblər. Düzdür, bu tədqiqat işini biz 10 ilə yaxında araşdırırıq və bugünkü günün onun belə bir nəticədə təqdimat keçirilməsi məni çox qürurlandırdı. Çünki bu mənim çoxdankı arzum idi və bu arzumun için olması üçün də mən Allahıma minnətdaram. Bir daha gələn qonaqlara təşəkkür edirəm. Həmişə qədəmləri belə gözəl tədbirlərə açılsın inşallah. Diqqətinizə görə minnətdaram.